Prostat bölməsi olan xəstələri nə zaman əməliyyat edilir? Hər prostat bölməsi öncəliklə əməliyyat demək deyil. Çünki prostat bölməsi olan xəstələrin yarısından çoxunda dərman müalicəsi ilə rahat sidiyə getmə həll edilir. Amma bəzi xəstələr var ki, onlar dərman müalicəsinə ya heç başlamırıq, ya da dərman müalicəsinə başlanıb heç bir fayda görməyib. Bu xəstələrə biz çox vaxt, yəni müasir tibbdə %95-99 hallarda qapalı prostat əməliyyatı edirik. Bu xəstələrdən ən əsası bir dərmandan fayda görməyən xəstələr, hansı ki biz artıq əməliyyat edirik. 2. Sidik hissəsinin içində daş əmələ gələn xəstələr. Çünki daş əmələ gəlibsə, deməli artıq heç bir dərman o daşı oradan düşürməyə kömək eləməyəcək. Çünki sidik hissəsi daşları çox vaxt ölçüləri düşməyəcək qədər böyük olur. 3. Dərman içməsinə baxmayaraq gecələri 2 dəfə, 3 dəfə və daha çox sidiyə getmə şikayəti varsa, bu həm yuxu sistemini pozur, həm də ümumi əhval-ruhiyyə və gümrahlığı gecələr yuxudan oyanmaqdan dolayı xəstənin həyat keyfiyyətini, komfortunu aşağı salır. 3-cü əsas qrup isə artıq prostat bölməsinə bağlı böbrəklərdə ən az 2-ci dərəcə genişlənmə olan, böbrək ağrıları olan xəstələrdir. Bu günlük bu qədər.